Sosial şəbəkələrdə qeyri-etik paylaşımlara görə cəzaların ağırlaşdırılması təklif olunur. Təklifə əsasən cərimə və ya 30 günə qədər inzibati həbs tətbiq oluna bilər. Bu 20 yanvar faciəsi olmuşdu, Xocalı faciəsi. 20 yanvarda həlak olmuş insanlara oxşur. Sosial şəbəkədə bu cür qeyri-etik paylaşım edənlər bundan sonra həbs edilə və ya ən azı 500 manat cərimə oluna bilər. Öz fikirlərini ifadə eləməyi bacara bilməyən insanlar barəsində. Birinci dediyim kimi ictimai qınaq lazımdır onlara qarşı. İkincisi hüquq mühafizə orqanları ciddi bununla məşğul olmalıdırlar. Əgər o daxili mədəniyyət yoxdursa, ümumiyyətcə, o insan həm ailədə, həm həyətdə, həm sosial mediada, şəbəkələrdə gələndə öz mədəniyyətsizliyini göstərəcək. Bir miqdar cəza ilə başlanılması daha mənsəbə uyğundur ki, qiymət artdıqca onlar da özlərini yığışdıracaqlar. İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsinə yeni hissələr əlavə olunması təklif edilir. Sənədə görə internetdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik göstərən hərəkətlərə, əxlaqsız ifadələrə, təhqiramiz jestlərə və bədənin mənəvi dəyərlərə zidd formada nümayişinə görə 500.000 manat cərimə tətbiq ediləcək. Halların ağırlığından asılı olaraq 30 günədək inzibati həbs nəzərdə tutulur. Təklifə əsasən eyni halın bir il ərzində təkrar törədilməsinə görə cərimə 2000 manatadək artırıla, işin hallarına görə və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla inzibati həbs 1 aydan 2 aydək uzadıla bilər. Təklifin məqsədi internet resurslarında həm fərdlərin, həm də hüquqi şəxslərin məsuliyyətini müəyyənləşdirməkdir. Hüquq mühafizə orqanlarının bu məsələ ilə bağlı real qanunvericilik üzrə istər mülki məcəllədən, istər normativ hüquq aktlar haqqında qanunvericilikdən və cinayət məcəlləsində hansı ki tövsif edilən və inzibati xətalar məcəlləsində o istilahlardan, o anlayışlardan çıxış edərək addımlar atılacaq ki, kimsə bunu onun fəaliyyət azadlığına qarşı bir mövqe kimi dəyərləndirməsin. Bəzi ölkələrdə bu sahə fərqli tənzimlənir, bəzilərində isə ümumiyyətlə hüquqi mexanizm yoxdur. Almaniyada belə bir norma var ki, əgər belə bir rolik paylaşılmışsa, bu bir gün ərzində silinməlidir və yaxud digər Avropa Məhkəməsinin qərarı var ki, hansı ki orada göstərilir ki, buna platforma öz nəzarət etməlidir və platforma həmin əxlaqa zidd hərəkətlərin və yaxud sözlərin işlədilməsinin qarşısını öz almalıdır. Qeyd edək ki, internet vasitəsilə əxlaqsızlığa açıq çağırışlara görə 500 manat cərimə edilməsi təklif olunur.